Mən çox gözəl strategiya seçmişdim özüm üçün. Mənim burada heç bir maddi gəlirim, heç bir bəkləntim yoxdur. Mən açıq-aşkar belə deyim, proqram var, əlimizdə var, giririk, belə edirəm. Və çox adi bir şeydir. Bu insanlar görsün deyə. Çıxıram deyirəm mən kuryer işləyirəm. Əlimdə 17 Pro Max, 16 Pro Max, bir dənə 16 Pro Max'ım evdə. Deyirəm mən həftəyə bunu işləmişəm qardaş. 50 neçə saatı 2000 dollar. O bir həftə işləmişəm 2100 dollar. Mən bunu millətə göstərirəm. Mən kuryerəm. İstədiyimi alıram. Hər gün qızıl balıq yeyirəm. Evimdə var. Amma bunları çəkib göstərmirəm. Amma işimi çəkib göstərirəm. Milləti yaxşı bax. Söyüşlə ayrılmaq istəyən də var. Mədəni dildə ayrılmaq istəyən də var. Görərək ayrılmaq istəyən də var. Bunu göstərirsən Photoshop deyənlər. Onu göstərirsən yalandır deyənlər. Mənim əlimdəki paltar heç bir bazardan alınan deyil. Hamısı brenddir. Bu reklam deyil. Mənim kimi burada hər kəs belə yaşayır. Dünən canlı yayında göstərirəm ki, bizim binanın işçisi çıxır, qalıb sigaret çəkir, mənə bildim taksi zakaz verib. Baxıram əlindəki proqrama, telefonu göstərdim canlıdakı 17 Pro Max işlədi. Nə etsə yaxşıdır? Düyməni basıb Teslanı çağırır oradan. Tesla gəldi öz ayağına, oturdu getdi. Mən elə bildim taksi çağırır. Halbuki adam pəmbəlili parkovkadan öz maşınını çağırırdı. Biz bunları insanlara göstərdikcə bir qismi qurban olun vətənimə deyir. O vətən o da sən. Hər il qurban bayramı gəlir. Biz əhmə, birimiz dönün, siktirin özü ölün. Biz də bilək ki, həqiqətən də bu millət qurbanlığa meyillidir. Qurban olun, qurban olun, qurban olun, qurban. Bax mənim daşcağıma ki sən qurban olacaqsan. Bax mənim daşcağıma ki sən qurban olacaqsan. Sənin payba olmayanın da var yoxun sikim. Sənin payba sabahları gedib övladın qurban verməyənin də. Mən dostlarımın adından danışıram. Mən kasıb ailələrin, mən şahid ailələrinin, mən qazi ailələrinin. TikTokda oqqa verən şahid ailələrindən danışmıram. TikTokda canını açıb, belə deyən şahid analarından danışmıram. TikTokda ləmana vanata duranlardan danışmıram mən. TikTokda ləman kimi qəhbələri müdafiə edən, TikTokerləri müdafiə edən şahid analar atalarından danışmıram. Onların övladları sağ olsaydı ata-analarının üzünə tüplərdi. Qeyrətlilərdən danışıram. Bugün bizim qeyrətli qardaşlarımız uşağına pampers ala bilmir, uşağına yemək ala bilmir. Kim ala? Kimdən üstündülər? Kimdən üstündülər ala? Bizim bu 150 milyard neftin pulları, 140 milyarddır, hardadır qardaş? Mənim valideynlərim dərman ala bilməməkdən ölürlər, la. Hə? Hardadır mənim valideynlərimin? Yaxşı, 50 il işləyiblər. Öləndən sonra niyə mən onların pensiyalarını vermirlər? Niyə bu belə qəhbələri göndərirlər bizi, ifşalayırlar ki, bizi söyürlər? Çəkildiyim klipdən video paylaşır, əlinə oğlanla tutdu. Niyə? Niyə bunların qarşısını almır Azərbaycan polisi dedik biz? Hansı polislər ki bunların qarşısını almır? Kim o polislərin var yoxun? Ki, bunu tuturlar 13-cü bölmədə. Deyiblər ki, sən yaxşı adamsan, sən get. Deməli, özləri istəyirlər biz olanı söyək. Niyə açıq-aşkar sakit dildə danışırım da? Normal deyil, qardaş eləməyin, qardaş eləməyin. Mən gedirəm veteran yerini çəkirəm. Göstərirəm ki, burada veteran bu maşını sürür. Göstərirəm, qazi burada, parkingi var. Göstərirəm burada, filan kəs belədir. Balıq alıram, belə alıram, yemək alıram, belə alıram, bir saat işləyib bunu alıram. Bu mu girir gözümüzə, götümüzə, bilmirəm aramıza. Haramıza girir. Haramıza girir. Çətindir mi bunları görüb qəbul eləmək? Təslim olma da. Qardaş, təslim olma. Güc yığ özündə. Dinən mən də bacararam. Sözümü deyə bilmirsən orada. Bir də, bax sizin nəyiniz var. Sən deyə bilmirsən axı. Sən nə deyirsən? Zəhmət olmasa, belə ürəklisən, gəl burada dinə. Sənin o qəhbə hakimiyyətimin itləri var ha. Sən qarantı verirsən mənim cibimə nəşə atıb tutmayacaq. Hə? Mənim evimdən tank çıxmayacaq, tank da çıxacaq, nəşə də çıxacaq. Başqa nəyə gücləri çatır? Biri Gül bayramı yerinə Qul bayramı yazmışdı. Nə oldu? Öldü. Biri Stalin yazmışdı. Nə oldu? Öldü. Ay gicdilaksa, amma mən də ölsəm, məni də unudacaqsan da. Məni də unudacaqsan. Əli bu günlər yayına qoşulmaq üçün ən az 150 dollar pul itirib. Ay götəş. Ay bizə təhqir yazan götəş trollar. 150 dollar itirmişəm, 20 günümün qazancıdır. Çox sağ ol demişsən, heç olmasa sox içibə otur bax. Baxa bilmirsən, siktir gel qəhbələrə bax da. Bundan qabaq necə baxırdın? Ləmana səhərə qədər baxıb ürəyi yazsız. Pozğunlara baxıb ürəyi yazsız. Övladın acından ölür, başqası götün böyüdür, oturub səhərə qədər ona baxırsan. Uşağımın pampersini yuyub götünə bağlayırsan, gedib başqasına deyirsən, biz səninlə fəxr edirik. Ay Belizar kimi petuqlara dəstək duran millət. Ay translara dəstək duran millət. Ay transa Allaha dua eləyən millət. Trans üçün Allaha dua eləyən söz. Sənin başı bağlı mı belə transa görə Allaha dua eləyir? Ki Allah onu yüksəldib. Kimi yüksəldib? Gökdən verən bir adamı Allah'ın yüksəldir. Hani o Allah? Hansı Kur'anında yazılıb ki, gökdən ağzını alan bir adamı Allah yüksəldir? Hicablı qadın nədir 5 maratona canlıda kömək edib deyə çıxır deyir ki, bu qadını gözüm üzr istəyirəm o videonda sizə göstərməsin, ürəyim partlayar. Çıxıb nə deyir? Allah yüksəldir. Allah yüksəldən adamı nə bilim endirmək olmaz. Bu bizim bədbəxtçiliyimizdir. Ay sen güzel rağa. Yok ya, hayır edirəm. Sən ömür boyu Velizara alqış elə ki, mən onun sayəsində, onun canlısında. Yox elə, bir insanın canlısında, üzr istəyirəm bacı, bir insan canlısında o qədər adam varsa, Allah onu qaldırıbsa,
Onu kimsə giyindirməyə ixtiyarı yoxdur. Hər kəs də öz günahını Var yoxun. cavab gələcək. Özü öz ayağından asılacaq. Ona göre herkesin Deməli Allah sizin canlısında o qədər Bir Allah istəyir onun canlısında o kadar. Bak bunun hicabını açıp bunu var yoxuna nələr bağlayalım, səhərə qədər sikib öldürərəm. Belə Azərbaycan xanımı olur. Vallahi düz deyir abi. Belə Azərbaycan xanımı olur deyib çıxır deyir ki, qəhbəni Allah yüksəltdi. Onda Mia Xəlifə də porno ulduzdur. Allah yüksəldi onda onu. Hə? Bu günləri Paşinyan əgər Ermənistan prezident vəzifəsindədirsə, deməli Allah istəyib də. Bu gün ermənilər gəlib bizim torpağı alıbsa, deməli Allah istəyib də. Bu gün ermənilər gəlib bizim körpələrin qəbirlərini dağıdıbsa, kim istəyib? Deməli Allah istəyib də. Allah istəmədən heç nə olmur bəs. Tutsunlar da belə qəhbələri, tutsunlar da belə fahişələri. Hə? Övladlarımız belə olacaq. Sabahları Polad Həşimovlar, Mübariz İbrahimovlar, Quran oxuyur nə bilim, səhifəsində. Həzastanovlar, Həndəli Teymurovlar görməyəcəksiniz. Ancaq Petuk görəcəksiniz. Və budur bizim hicablılarımız çıxıb qəhbələrə, götdən, ağızdan alan bir oğlan, cinsiyyətini dəyişən bir oğlana deyir ki, Allah yüksəldir. Bəli, Allah yüksəldir. Bizi şeytan gətirdi yəqin Amerikaya, ona Allah yüksəltdi. Necə Allah yüksəltdirsə, polisin tutub Allahın əlindən aldı, apardı, itxanalı bastı içəri. Necə oldu? Allahın yüksəltdiyi polis qabağını aldı. Mən burada Qabil müəllimin, Qabil bəyin efiri ilə axırıncı zəmə səslənirəm. Amerikada yaşayan Azərbaycanlılara, bizimlə zid gedənlərə. Gələn səfər var yoxumuzun şəklini düzəcəm orada. Necə ki bizi Onların adlarını, familyalarını, şəkillərini, Atacam sizə. arvadını çaldırın. hamısını düzəcəm bir-bir bura. Hamısını düzəcəm arvadlarımızın. İstəyir Sumqayıtda yaşayan, istəyir Bakıda yaşayan, polis olan, green cardla gələn fərq eləmir. Hamısını düzəcəm bura tək-tək. Görün onda Qabil müəllimə sizin ailəmizdə gələn neçənci ildə belinə lent bağlayıb məlumatları necə gəlir. Onda ağıllanarsınız. Ya adam olacaqsınız, ya biraz olan qeyrətimizi çəkib soxub içimizdə sakit qalacaqsınız, ya da sizin o məhkəmədə ilhamın var yoxun necə söylürsünüz, hamısını deyəcəm. Qəhbə balaları. Burada vəkilə pulu verirsiniz, məhkəməyə çıxırsınız, deyirsiniz ki, sikim Azərbaycanın var yoxun, sikim ilhamın var yoxun, sikim o polislərin var yoxun, efinə çıxırsınız, deyirsiniz qurban olum hakimiyyətə. Qurban olun dövlətimə, qurban olun vətənimə, qəhbənin oğlu. Keysində yazırsan axı, soxum o hakimiyyətə. Hə? Keys bizdən nədir? Green card'a başvurursan ha? Vəkilə niyə pul verirsən? Məhkəmə çıxıb nə deyirsən? Deyirsən mənim dövlətim çox gözəldir, gəlmişəm bura. Məcbur çıxıb deməlisən ki, soxum o dövlətə, məni ac buraxdı. Anamı sikdilər deyəcəksən, sən deyəcəksən, mən yox. Mən onu buradan da deyə bilirəm. Sən qorxursan bura çıxanda deyirsən qurban olun dövlətimə, qaydanda götübü müdafiə üçün qoruyucu taxsan götübə. Götübə spiral qoysan ki, səni qaydanda hamilə saxlamasınlar. Sırıqlar, bəstürizdə olmayan qeyrətlərinizə soxum sizi. Bəstürizdə, bax, sizə axırıncı şansı verirəm. Var yoxuna nələt deyirəm, yəni qurban olun o Kanadada yaşayan bizim Lənkəranlı Seyfi abimizə. Qurban olun onun bir dənə dırdağına. Bütün hamımızın şəkillərini çıxartmışdım. Qəhbə balaları o qədər qudurub. Lənkəranın axsaqqalını söymək istəyirdilər. Seyfi abi, bizdən bazara bilmirlər. Bizim böyük bildiklərimiz, hörmət elədiklərimizi söymək istəyirdilər. Analarımızı sikərəm, hə? Qəhbə balaları. Sizin ətrafınızda kişi çıxmayıb, kişilərə dil uzadırsınız. Hə? Ananızı sikərəm ki, kişilərin adını çəkərsiniz. O arvadlarımız, o da sizin kuruğunuz. Qəhbə kuruqlarımız. Gədir oturun, sikin bir-birinizin arvadın. Heç birimizdən işim yoxdur. Bundan sonra məni, Adil'i fərq eləmir. Bizim adımızı yaxşıya, pisə, hər hansı bir yerdən nöqtə belə olsun. Çəkənin, keçəcəyim olmayacaq. Qabil müəllimə buraxacam, arxa şəkilləri düzəcəm ona. Ondan sonra hər gün efirə qoşulub baxacaqsınız. Ailələrimiz var, yaşayır Azərbaycanda. Onların götünə güvənirsiniz. Hə? Onların yanına qaydımaqsın. Bir də bunların ürəkləri patladıqları nədir Qabil müəllim? Bizim hamımızın ailəsi buradadır. Adilim, mənimsə. Bunların heç kəsi yoxdur burada. Siz kimi düşüblər bura. Qalıblar ürəklər patlı qaydımaq istəyirlər axı. Nə vaxtsa qaydanda deyə götlərinə qoruyucu taxırlar ki, aeroportda bunları dombalmasınlar. Soxun, don içsə. Çıxmayın efirə. Canını açmayın. Video çəkməyin.